5 dənə məşhura zəng vurursan, təbii ki, subay xanımlara, bu sözü mütləq istifadə eləməlisən. Bu aralar sevgiyə ehtiyacım var. Elə şey danışmamışdıq. Danışmamışdıq, şərt məndədir. Keçən dəfə Efirdə nə demirsənsə? Yox, efirdə nə demişəm? Demişəm ki, indi Azərbaycan dilində bilmirəm də o nədir. Podxod Azərbaycan dilində nədir bilmirəm. Yanaşma. Hə, yanaşma. Bu sözü istifadə eləməlisən. Yığ şeyə, Günələ, Azəri qızı. Yox, Günelin nömrəsi yoxdur axı məndə. Məndə var. Alo. Yox. Günel salam. Salam. Necəsən əzizim, nə var, nə yox? Sağ ol, sən necəsən? Günel, üzümüzə gələn həftə nə edirsən, nə işlərin var? Nə barədə soruşursan ki? Nə dedim, bir oturardıq, axşam bir söhbət eləyərdik. O nə demək? Başa düşmədim ha. Sən başa düşmək istəmirəm də bunu. Evet. Ki, özdəki qonşuysan ha, gələrəm, vallahi evinizi tabilmirəm ha, bugün də yangın çıxıb gəlirsin məhləmizdə. Yox, gəl belə eləyək də, sən bilirsən ki, hal-hazırda mən təzyiq altında danışıram. Tez təslim oldun sən. Səncə kim? Günel salam, necəsən əzizim, nə var, nə yox? Sən də uşaqsan ha. Cimka salam. Ay can. Necəsən? Nə var? Yaxşı, sən necəsən, nə edirsən? Yaxşılıq, səsini eşitdim daha yaxşı. Hə, çox sağ ol, çox sağ ol. Zimka danışa bilirsən rahat, yanında heç kim yoxdur? Nasıl olub ki görürüm? Yox, bu dəfə qızlarla yox, mənlə görüşə bilərsən. Görüşək. Nə olub ki, nəsə problem var? Biraz sevgiyə ehtiyacım var bu aralar. Ay seni qızı keserəm. Səndə olan sevgi kimdə var? Adı qorxutursan şu məni, nə olur? Biraz sevgi lazımdır da mənə, sevgi. Çəkiliş idi, ayrı bir də baxarsan. Mən bu şeyləri sənə baxa-baxa öyrənmişəm. Bugün Yalan oynama danışırsan kamera sən. qabağında. Üzəl salam, necəsən? Salam, yaxşıyam, sən necəsən? Yaxşı, çox sağ ol, yaxşı olasan. Nə edirsən? Danışa bilirsən, rahatsan? Ha, şəhərdəyəm. Sən necəsən? Heç nə. Şəhərdə sevgi havası var, hə, deyəsən biraz. Tarıqov Sən tərəfdə. nəsiz? Yo, təkəm mən. Sən sürpriz verirsən? Yox. Bu aralar biraz sevgiyə ehtiyacım var. Ciddisən sən? Mən sən başa düşə bilmirəm. Bir şey, Kəmalə Piriyeva. Peki, Afaq Gəncəliyə yığaq. Yox, Kəmalə Piriyeva yox. Alo. Kəmalə salam. Aleyküm salam. Necəsən, nə var, nə yox? Yaxşıyam, sağ ol. İlkindir danışan. Hə, də kim tanıdım, denən, nə istəyirsən? Niyə belə aqressivsən ki? Adı sözümü denən vaxtımı alırsan, tez ol da görürüm, hə. Yox, mən sənə ayda ildə bir dəfə zəng eləyən adamam. Sən niyə belə danışırsan ki məndən? Ürəyim belə istəyir deyil ki, səndən belə danışmaq istəyirəm indi. Sən ayda bir dəfə zəng deyirsən, amma Dayan bir dəqiqə. Hazırlaşdırmısan? Yox, vallahi yox, xəbər mən deməmişəm. söz ver ki, denən, tez ol. Mən istəyirəm ki, sən eyvana çıxasan və dərindən nəfəs alasan və havada sevginin qoxusunu hiss edəsən. İlkin. Sağ ol. Yox, gör nə deyirəm. Ayşələ yığım sənə sevgi, bol sevgiylə boğsun. Hə? Sənə çox istəyirdim, bugündən lap çox istədim səni. Qaldı biri. Gəl birini də mən seçim də nə olar? Yaxşı. Nə? Qənirə Şəmmət qızı kimdir? Zəngin sel var hələ. Ana. Qənirə xanım, necəsiz? Mən ürəyim səsini qurban varım. Səsin gəlmiş evindir, bilirsənmi? Bu aralar mənim sevgiyə ehtiyacım var. Sən gözlərinə qurban olmaq, işlərin avand olsun həmişə. Sağ ol. İşlərin olacaq, düzələcək, sevinəcək sənərdə də yaxşı olacaq. Mən neyniyim Qənirə xanım? Mənim sevgiyə ehtiyacım var bu dəqiqə. Ne demək ki, yana? İşlərini də sevirsən, ailəni də sevirsən. Mən nə var ki, burada? Salam. Sənə də salamlı söyle. Salam, necəsiz? Keyfiniz əhval olsun. Tamam, hər vaxtınız xeyir olsun. İşləriniz uğurlu və avand olsun. İrəliyə doğru, qabağa doğru həmişə uçulu olur. Nə can sağlığı, nə insanlıq, nə də vardı. Bunlar gələ Allah tərəfindən qazanasın. Sizlər onu qazanmışsınız.